Salam, hörmətli müəllimlər. Biz verilişimizin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugünkü mövzumuz metodika və pedaqogikaya aiddir. Qonağımız isə Təhsil İnstitutunun əməkdaşı Aynur xanım Rüstəmovadır. Bugünkü mövzumuz təfəkkürə yönəlmiş tapşırıqların hazırlanmasıdır. Xoş gördük sizi, Aynur xanım. Xoş gördük, mən də sizi salamlayıram. Aynur xanım, biz qiymətləndirmə çərçivəsinə nəzər saldıqda metodika pedaqogikada olan nəzəriyyələrin içərisində Bloom'un idrak taksonomiyası nəzəriyyəsinin də adını görürük və təbii ki, ona dair test tapşırıqları da təqdim olunacaq. Bəs bu mövzu test tapşırıqlarında necə öz əksini tapacaq? Bildiyiniz kimi sertifikatlaşdırma imtahanında 10 sualdan 5-i müəllimin metodiki səriştəliyini ölçür və bu 5 tapşırığın içərisində müəllimin şagirdlər üçün təfəkkürə yönəlik tapşırıqlar hazırlaya bilib-bilmədiyini ölçməyə xidmət edən tapşırıqlardır və bu suallar adətən, yəni köhnə illərdə təcrübə göstərir ki, fən yönümlü olur. Təfəkkürə yönəlik tapşırıqların hazırlanmasında Bloom taksonomiyasının əsas götürülməsi bu artıq bütün dünyada təsdiqlənmiş bir prosesdir. Bir çox nəzəriyyələr var, amma aralarında ən geniş yayılmışı Bloom'un idrak taksonomiyasıdır. Müəllimin dərsdə səmərəli öyrənmə və öyrətmə mühiti qurması üçün, şagirdlərin təfəkkürünü inkişaf etdirməsi üçün onun verdiyi tapşırıqların əhəmiyyəti çox böyükdür. Və tapşırıqlar əzbərə yönəlik olanda daha çox şagirdlər faktologiyaya yönəlir, təfəkkürə yönəlik tapşırıqlar veriləndə isə, şagirdə düşündürücü suallar veriləndə isə şagirdin təfəkkürü inkişaf edir, onun düşünmə prosesi inkişaf edir və əlbəttə ki, nəticə etibarilə düşünən şagird yetişdirmiş oluruq. Bəs müəllimlər necə müəyyənləşdirsinlər ki, hansı sual, hansı tapşırıq təfəkkürün hansı səviyyəsinə uyğundur? Yəni taksonomiyanın hansı səviyyəsinə uyğundur? Bloom tərəfindən taksonomiya 1956-cı ildə hazırlanmışdır. Daha sonra 2001-ci ildə onun şagirdləri tərəfindən yenilənmiş və müəllimlərinə hədiyyə olaraq yenə də onun adı ilə həmin taksonomiyaya gedir. Bloom taksonomiyası bəzi yerlərdə Bloom-Kraslov taksonomiyası deyilir və burada prosesin necə dəyişməsi haqqında kifayət qədər ətraflı danışılıb. Biz bir daha bu məsələlərə toxunmaq istəmirik. Ümumilikdə bir yanaşma var ki, taksonomiyanın hər mərhələsinə uyğun olaraq fəaliyyətlər, yəni feillər və ona uyğun da tapşırıqların hazırlanması təklif olunur. Hətta bununla bağlı Benjamin Bloom'un özünün tapşırıq təkəri deyə bir yanaşması var. Müəllimlər onu internetdən istənilən mənbədən tapa bilərlər və bu təkər ona xidmət edir ki, müəllimlər taksonomiyanın müxtəlif mərhələlərinə olan tapşırıqları düzgün tərtib etsinlər. Müəllimlərin diqqət yetirəcəyi məsələlər hansılardır? Biz bu haqda danışmaq istərdik. Məsələn, xatırlamaq mərhələsində bu daha çox yaddaşa əsaslanan mərhələdir. Verilən suallar müxtəlif bilikləri əhatə edə bilər. Bu, həm konseptual biliklər ola bilər, həm faktoloji, həm prosedural biliklər olar, hətta metakognitiv biliklər də ola bilər. Sadəcə sual yalnız yaddaşı yoxlayır. Və burada bir məsələyə diqqət yetirmək lazımdır ki, məsələn, tutalım, birinci sinif şagirdi üçün anlama mərhələsinə aid olan sual və yaxud tətbiq mərhələsinə aid olan sual 11-ci sinif şagirdi üçün artıq xatırlama sualı ola bilər. Bu, qazanılan bilik bacarıqlardan, şagirdin inkişafından asılıdır. Ona görə sualın yalnız texniki cəhətdən qurulmasına yox, o hansı sinif şagirdi üçün nəzərdə tutulub, hansı auditoriya üçün nəzərdə tutulub, buna da diqqət etmək çox vacib məsələdir. Ekranda siz bir neçə xatırlama mərhələsinə uyğun suallar görürsünüz. Elektrik enerjisini ölçmə vahidi hansıdır? Aşağıdakilərdən hansı vektorial kəmiyyətdir? Fotosintez hadisəsi necə baş verir? Və s. Suallar ekrandadır, bir daha oxumaq istəmirəm. Və gördüyünüz kimi bütün suallar sırf xatırlamağa, yaddaşa əsaslanır. Xatırlamaq özü də bir düşünmə prosesidir. Sadəcə bu proseslər içərisində, yəni təfəkkürün inkişafı üçün ən aşağıda dayanan prosesdir. Xatırlamaq prosesini, yəni bunu inkişaf etdirmək lazımdır, amma yalnız ona köklənmək şagirdin təfəkkürünü inkişaf etdirmir. Bu məsələyə diqqət yetirmək lazımdır. İkinci mərhələ anlama mərhələsidir. Gördüyünüz kimi yenə də müxtəlif növ
deməli bilikləri əhatə edə bilər. Anlama mərhələsinin feilləri adətən nümunə gətirmək, interpretasiya etmək, parafraz etmək və s. bu kimi feillər, uyğunlaşdırmaq, nəticə çıxartmaq, ümumiləşdirmək, qruplaşdırmaq bu kimi feillərdir. Burada proses ona dayanır ki, şagird hər hansı bir informasiyanı öyrənir və onu sadə şəkildə hər hansı bir yerdə izah edir, onu başqası öz sözləri ilə təsvir edir və yaxud onun təsvirini anlayır. Şagird hər hansı bir tərifi əzbərləyir. Əgər bu yalnız əzbər formada şagirdin yaddaşında qalsa və o onun mahiyyətini anlamırsa, onun yaddaşından çox qısa müddətdə silinir. Hələ onu demirik ki, yəni bu ümumiyyətlə heç bir həyati bacarığa çevrilmir və yaxud da ki, həyatda tətbiq olunacaq biliyə çevrilmir. Anlamaq mərhələsində çox sadə şəkildə şagirddən oxuduğunu həqiqətən anlayıb anlamadığı, bu hər şeyə aiddir. İstir terminologiya, istir hər hansı bir informasiya, faktoloji informasiya ola bilər, hər şeyə aiddir. Məsələn, sadə bir misalı həll edirsə şagird, bu çox sadə bacarıqdır, hesablama bacarığıdır. Bu anlamaq mərhələsinin deməli, tapşırığı hesab olunur. Burada baxmayaraq ki, hesablama misalında şagird öz biliyini tətbiq edir. Məsələn, əməllər ardıcıllığına baxır və yaxud nə bilim alt-alta vurmanın və yaxud qalıqlı bölmədən filan istifadə edir biliklərini. Amma bu yenə də anlama mərhələsinin tapşırığı sayılır. Ona görə ki, bu çox sadə və yəni bir belə deyim də istiqamətli bacarıqdır. Aynur xanım, o zaman dediklərinizdən belə qənaətə gəlmək olar ki, feillərin birbaşa leksik mənası ilə Bloom taksonomiyasında verilən feillərin birbaşa mənası eyni deyil. Yəni orada fərqlilik var. Bəli. Taksonomiyanın mərhələlərində verilən feillər o ümumiləşdirilmiş, bir çox psixoloji məqamları özündə ümumiləşdirilmiş, üstəgəl də pedaqoji məqamları özündə birləşdirib, ehtiva edən artıq terminə çevrilmiş sözlərdir. Yəni, anlamaq mərhələsində, tətbiq etmək mərhələsində və digər mərhələlərdə şagirdlər bir çox fəaliyyətləri icra edə bilərlər və çox zaman bu bizim birbaşa sözün leksik mənası ilə üst-üstə düşməyə bilər. Məsələn, biz tətbiq etmək mərhələsindən danışsaq və ya elə anlamadan danışsaq, məsələn, bayaq bizim çəkdiyimiz nümunə, şagird hər hansı bir misalı həll edir. Bu zaman o öz biliklərini tətbiq edir. Amma buradakı biliyinin tətbiq etməsi o demək deyil ki, o Bloom'un taksonomiyasına, idrak taksonomiyasının tətbiq etmək mərhələsindədir. Bir istiqamətli, sadə bacarığın tətbiqi ilə hesablamaların aparılması, bu o deməkdir ki, şagird sadəcə prosesi anlayıb, ardıcıllığı anlayıb, bilib ki, burada məsəl üçün mən necə hesablamalıyam və s. və ilaxır. Buradakı, bəli, burada da müəyyən biliyin tətbiqi gedir. Amma buradakı tətbiq bizim qəbul etdiyimiz leksik mənadakı tətbiqdir. Dediklərinizi belə mən başa düşdüm ki, burada anlama birinci gedir, yəni anlama prosesi öndədir. Bəli. Sadəcə olaraq anlama prosesi bitdikdən sonra onu tətbiq edir. Yəni tətbiq etmə prosesinə keçir. Bir misalın həllini yekunlaşdırır. Yox, misalın həllini yekunlaşdırmaq anlamaq mərhələsidir. Tətbiq o zaman baş verir ki, şagird real həyati situasiyada həmin problemi həll etmək üçün özü müəyyənləşdirir ki, ona hansı bilik, bacarıq lazımdır. Yəni, bir var ki, siz hər hansı bir düsturu və yaxud hər hansı bir tapşırığı, hər hansı bir istiqaməti şagirdə verirsiniz və deyirsiniz ki, onda bir vərdiş formalaşmalıdır axı. Və deyirsiniz ki, sən bu düstura əsasən, məsələn, otağın sahəsini hesabla. Və uşağa ona uyğun en qədər tapşırıq verə bilərsiniz. Düzdürmü? Bir də var ki, siz tutalım ki, otağın enli uzunluğunu verirsiniz və deyirsiniz ki, tutalım bu otağın ölçülərini çıxart. Və uşaq anlamalıdır ki, otağın ölçüsünün sahəsi üçün, məsələn, mən hansı prosesləri etməliyəm, yəni hansı ardıcıllığına fəaliyyət göstərməliyəm. Məsələn, sahə düsturu burada mənə vacib lazımdır. Bu, əlbəttə ki, aşağı yaşlı uşaqlar üçün verilən tapşırıqlardır. Yəni, burada mənə sahə düsturunu istifadə etmək lazımdır. Məsələn, siz axı ona həcmdə keçmişsiniz ki, orada hündürlüyü də hesablamaq lazımdır və s. Amma siz şagirdə deyəndə ki, özün hesabla,
hansı düsturdan istifadə etməklə yolunu göstərmədən siz şagirdə situasiyanı verirsiniz və o situasiyanın belə deyim, həll olması zamanı, problemin həll olması zamanı şagird öz hansı biliyindən istifadə etmək lazımdırsa, onu təşkil edə bilirsə, istifadə edə bilirsə, bu o deməkdir ki, o artıq tətbiq mərhələsindədir. Və bu məhz tətbiq mərhələsində şagirdin öyrəndiyi, anladığı bir növ həyati bacarığa çevrilir. Və burada artıq şagirdin məntiqi təfəkkürü, getdikcə tənqidi təfəkkürü formalaşmağa başlayır. Bildiyiniz kimi taksonomiyanın ilk 3 mərhələsi aşağı təfəkkür səviyyəsinin, növbəti 3 səviyyəsi isə yuxarı təfəkkür səviyyəsini formalaşdırmağa xidmət edir. Tətbiq mərhələsindən danışarkən tətbiqin belə bir suallarını nümayiş etdirmək istərdik. Məsələn, keçirilmişlər əsasında hər hansı bir layihə hazırlayın. Burada ümumi bir tapşırıq kimi verilir. Məsələn, istənilən fənn adətən bir bölməni keçəndə müəyyən bir layihə tapşırır. Harda ki, o layihənin icrasında bu bölmə ərzində və yaxud bura qədər öyrəndiyi bilikdən şagird istifadə etməlidir və həmin layihəni icra etməlidir. Burada bir növ keçilənlərin, öyrənilənlərin möhkəmlənməsi prosesi gedir və ümumiləşdirməsi prosesi gedir. Burada əlbəttə ki, baxmayaraq ki, şagird layihə üzərində işləyir, biz buna yaratma mərhələsi deyə bilmərik. Çünki burada şagird yalnız öz bilik və bacarığını ortaya qoyur. Yaratmaq mərhələsinin layihəsi, o tamam başqa bir layihədir. O, yaratma mərhələsinə çatanda biz o barədə daha ətraflı danışacağıq. Orada şagird özü problem müəyyənləşdirməlidir, özü öz ehtiyacını müəyyənləşdirməlidir, cəmiyyətin ehtiyacını müəyyənləşdirməlidir, bunu necə icra etməlidir və nəhayətdə ortaya qoyduğu layihənin məhsulu o, tamamilə yeni bir məhsul, ya sıfırdan yaranmış, ya da əvvəlki məhsulun tamamilə dəyişdirilmiş və təkmilləşdirilmiş forması olmalıdır. Yəni, bu çox kiçik bir dəyişiklik yox, onun özünün yanaşmasını əks etdirən və nəyəsə xidmət edən bir şey olmalıdır. Yəni, layihələr müxtəlif ola bilər. Və tətbiqdə əsas məsələ şagirdin məhz belə deyim də, problem situasiyada bilik və bacarıqlarını necə istifadə etməsini ölçməkdir. Bu çox əsas məsələdir. Təhlil etmək mərhələsində, təhlil etmək istənilən informasiyanı deməli, toplayıb, oradakı informasiya nə qədər doğru, yanlış, hansının daha düzgün, hansının daha yanlış olması, müəllif mövqeyinin müəyyənləşdirilməsi, əsaslandırılması və s. bu kimi fəaliyyətləri özündə əks etdirir. Burada da təhlil prosesi taksonomiyanı təhlil etmək mərhələsidir demək deyil. Məsələn, biz anlama prosesində də psixoloji olaraq hər hansı bir təhlil beynimizdə gedir. Bəli, məsələn, bayaq nümunə çəkdiniz ki, hər hansısa bir düstur vermədən, təqdim etmədən bir məsələnin həllini şagirddən istəyirik və burada şagird hər hansı bir seçimi aparmaq üçün beynində kiçik bir təhlil prosesindən keçməlidir. Bəli. Və daha sonra isə onu icra etməlidir. Deməli, bu təhlil o təhlil deyil. Yəni, bu təhlil etmə prosesi demək deyil. Bəli, təhlil etmə prosesi beyində getsə də, taksonomiyanın təhlil etmək mərhələsinə uyğun fəaliyyət deyil. Bu deməkdir. Məsələn, gəlin təhlil etmək mərhələsinə uyğun tapşırığa diqqət yetirək. Əsərdən verilmiş parçanı oxuyun, müəllif fikri daha dərin ifadə etmək üçün hansı simvoldan istifadə etmişdir, fikirlərinizi əsaslandırın. Aynur xanım, bir məsələ ilə bağlı fikrinizi öyrənmək istəyirdim. Baxın, burada əsaslandırma feili var. Müəllimlər ən çox dəyərləndirmə mərhələsinin feilləri sırasında əsaslandırmanı görürlər. Bəs o əsaslandırma ilə buradakı təhlil etmə mərhələsində yazılmış əsaslandırmanın nə fərqi var? Yəni, onlar bir-birindən nə ilə fərqlənirlər? Baxın, burada feillərin bəli, əhəmiyyəti çox böyükdür. Amma məsələnin, tapşırığın mahiyyəti çox böyük əhəmiyyət daşıyır. Yəni, əsaslandırmaq müəllifin mövqeyini, müəllifin fikri ilə əsaslandırma mümkündür. Dəyərləndirmə mərhələsinin əsaslandırmasında isə şagirdin özünün öz mövqeyini əsaslandırması istənilir. Əlbəttə ki, bu bir-birindən daha fərqli prosesdir. Yəni, burada şagirddən müəllifin mövqeyini müəyyənləşdirmək və nə üçün belə düşündüyünü mətnə əsasən müəyyənləşdirməsi, yəni hazır verilmiş informasiya üzərində işlənməsi tələb olunur. Ola bilər ki, şagird bu fikirlə razı deyil. Yəni, biz bu əsaslandırmaya təhlil etmək olan mərhələsində hələ münasibət bildirmirik. Biz sadəcə deyirik ki, burada vəziyyət belədir. Müəllifin mövqeyi budur
Və biz nəyə görə bu qənaətə gəlmişik? Çünki əsərdə bu hissə var, nümunələr gətiririk. Biz bura müdaxilə edə bilmirik. Bu təhlil etmə mərhələsidir. Amma biz ora artıq öz münasibətimizi bildirəndə, bunun nə üçün məsəl üçün biz deyə bilərik ki, bu belədir, amma mən bu fikirlə razı deyiləm və ya razıyam. Bu razı deyiləm və razıyamın arxasında mütləq şagirdin özünün arqumentləri dayanmalıdır. Və bu arqumentlər yalnız həmin əsərdən və yaxud mən belə düşünürəm kimi olmamalıdır. Özünün arqumentlərini gətirmək üçün şagird müxtəlif araşdırmalar aparmalıdır, informasiya toplamalıdır. O, müxtəlif situasiyalarda özünün fikrini təsdiq edən və yaxud bəlkə əksinə təqzib edən materiallarla tanış olmalıdır. Bu informasiyalarla tanış olandan sonra özünün onun fikrini, münasibətini dəstəkləyən arqumentləri toplamalıdır. Bu çox çətin prosesdir. Yəni, kifayət qədər böyük bir informasiya içində, informasiyanın sənin düşüncəvə uyğun olub-olmadığını müəyyənləşdirmək, onu hələ əsas kimi götürmək və s. bu çox dərin prosesdir. Belə olan halda o əlbəttə ki, taksonomiyanı dəyərləndirmək mərhələsinə gətirib çıxardır. Məsələn, əsaslandırma hətta anlama mərhələsində də ola bilər. Şagird çox sadə şəkildə soruşarsan ki, məsəl üçün, qələmlə karandaşın fərqi nədədir? Fikri və əsaslandır. Şagird çox sadə şəkildə deyər ki, karandaş məsəl üçün şəkil çəkmək üçündür, qələm yazı yazmaq üçündür və yaxud biz bundan fərqli şəkildə istifadə edə bilərik və s. Və bu fikrin özünün ifadə etməsi bu bir əsaslandırmadır. Amma biz buna təhlil və ya dəyərləndirmə deyə bilərikmi? Xeyr. Əlbəttə ki, xeyr. Ona görə də müəllimlərdən gözlənti budur ki, onlar sadəcə texniki şəkildə feillərə baxmasınlar. Feilin hansı tapşırığı, hansı fəaliyyəti icra etdiyinə baxsınlar. Yəni, tapşırığın məzmunu çox vacib məsələdir. Yəni, leksik mənaya deyil, kontekstə uyğun mənaya fikir vermələr vacibdir. Tapşırığın fəaliyyətinə uyğun mənaya, bəli, daha çox fəaliyyətə yönəlsinlər. Məsələn, araşdırmaq və tədqiqat aparmaq, bunlar leksik baxımından bir-birinə sinonim söz ola bilər. Amma fəaliyyət baxımından bunlar tamamilə fərqli işlərdir. Araşdırmaq sadəcə informasiyanın toplanmasıdır. Tədqiqat aparmaq isə artıq toplanmış informasiya üzərindən sorğu keçirmək, datalar toplamaq, o dataları təhlil etmək, sonra bir nəticəyə gəlmək, fikri təsdiqləmək və ya təqzib etmək çox böyük bir fəaliyyəti özündə əks etdirir. Amma adətən bizdə araşdırma tədqiq etməyin sinonimi getdiyi kimi çox vaxt müəllimlər bunu eyni fəaliyyət kimi götürürlər ki, bu doğru deyil. Dəyərləndirmə mərhələsi haqqında biz dolayısıyla artıq danışdıq. Tapşırığın nümunəsinə də biz baxa bilərik. Ekologiyanın vəziyyətinə münasibət bildirin və fikirlərinizi əsaslandırın. Bəli, burada araşdırma aparmalıdır və ekologiya öz fikirlərini çatdırmalıdır. Bəli, dəstəkləyən arqumentlər tapmalıdır. Bu çox vacib məsələdir. Və yaratmaq mərhələsində də bayaq dedik, problem situasiya bütün mərhələlərdə şagird öz bilik bacarığından problem situasiyanı həll etməyə yönəlir. Ümumiyyətlə bizim öyrətdiklərimiz, bizim şagirddə formalaşdırılarımız hər şey şagirddə problem həll etmə bacarığını formalaşdırmalıdır. Problem həll etmə, qərar qəbul etmə, bu çox vacib məsələdir. Bütün həyatı boyu şagird üçün bu çox vacib olan bacarıqlardır və biz onu müxtəlif tapşırıqlarla şagirdlərdə formalaşdırırıq. Bax, tətbiq etmək mərhələsinin problem həll etməsi ilə, təhlil etmək mərhələsinin problem həll etməsinə, yaratmağın problem həll etməsi, bunlar çox fərqli mərhələlərdir. Yaratmaq mərhələsi bu çox yüksək mərhələdir. Ümumiyyətlə, beynəlxalq təcrübədə, beynəlxalq pedaqogikada onlar yaratmaq mərhələsini tamamilə sıfırdan yeni bir şey və yaxud çox yüksək təkmilləşdirilmiş bir addım kimi götürürlər. Yəni, hər problem həllini, situasiyanın həllini deməli, yaratmaq mərhələsi kimi qəbul etmirlər. Bu məsələlərə əlbəttə ki, diqqət yetirmək lazımdır. Müxtəlif mərhələlər üçün olan tapşırıqlara baxmaq istərdik. Məsələn, siyahıdan hər hansı bir xəstəliyin əlamətlərini seç. Bu, şagirdin xatırlama mərhələsidir. O, hər hansı bir xəstəliyin əlamətlərini oxuyub və ona bir siyahı verilib. Məsəl üçün, deyir ki, qrip xəstəliyinin əlaməti hansıdır? O, xatırlayır ki, bəli, bu şəkildədir. Anlamaq. Problem situasiya verilib ki, xəstənin vəziyyətini təsvir edir və şagirddən soruşulur ki, bu əlamətin hansı xəstəliyə aid olduğunu müəyyənləşdirsin və yaxud da ki, bir xəstəlik soruşur ki, məsəl üçün, xəstədə bu əlamətlər var. O, qrip xəstəliyinə aiddirmi, yoxsa yox? Vəziyyəti bu şəkildə. Tətbiq etməkdə
xəstənin vəziyyətini təsvir edib, onun hansı xəstəliyə tutulduğunu müəyyənləşdirilməsini şagirddən istənilir. Yəni, fərq yəqin ki, hiss olunur. Bir var, siz təsvir edib, onun qripə uyğun olub-olmadığını müəyyənləşdirirsiniz. Bir də var, siz təsvir edirsiniz, onun ümumiyyətlə hansı xəstəliyinə tutulduğunu müəyyənləşdirməyə şagirddən tapşırırsınız. Yəni, siz orada yönəldirsiniz ki, düşün, gör o qripə uyğun ola bilərmi, bilməzmi? İkincidə isə tətbiq etmədə isə siz ümumiyyətlə onun bu xəstəliklər haqqında bilik bacarıqlarına düzgün istifadə edib etməməsini ölçürsünüz. Təhlil etməkdə isə şagird izah etdisə ki, cavab verdi ki, bəli, mən düşünürəm ki, bu əlamətlərə görə bu xəstəliyi var və siz ondan soruşsunuz, nə üçün bu cür düşünürsən? Və burada artıq əsaslandırma gələcək, burada dəyərləndirmə mərhələsi ola bilməz, çünki xəstəliyin prosesinə şagirdin öz münasibəti ola bilməz və təhlil etmə mərhələsində də bu şəkildə tapşırıq vermək mümkündür. İndi isə gəlin, imtahanlarda rast gəldiyimiz test modellərinə diqqət yetirək. Birinci və ikinci dünya müharibələrini araşdırın və hansının insanlıq üçün daha ağır nəticələr verdiyini müəyyənləşdirin. Fikirləri fakt və arqumentlərlə əsaslandırın. Tapşırıqda idrak taksonomiyasının hansı mərhələsinə və təfəkkürün hansı növünü inkişaf etdirməsini müəyyənləşdirmək istənilir. Biz artıq bayaqki müzakirələrimizdən bilirik ki, şagird 1-2 Dünya müharibəsi haqqında informasiyanı toplayacaq, yəni araşdırma aparıb toplayacaq. Sonra onu dəyərləndirmə aparacaq ki, amma bunun dəyərləndirməsinə yox, prosesin dəyərləndirməsinə aparacaq ki, onların hansının nəticələri daha ağır olub və bunun fikrini sübut etmək üçün və bu onun öz fikri deyil, gəldiyi nəticədir, əlində olan informasiyadan müəyyən fakt və arqumentlər gətirəcək. Belə olan halda bu təhlil etmək və məntiqi təfəkkür olur. Əgər Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürülməsəydi, dövlətçiliyimizin sonrakı inkişafı necə olardı mövzusunda esse yazın. Esse yazmaq da bu özü bir fəaliyyətdir. Bu həm tətbiqə, həm təhlilə, həm dəyərləndirməyə, həm də yaratmağa aid ola bilər. İndiki halda tapşırığımız daha çox şagirdi özünün münasibətini bildirməsinə yönəltdiyi üçün buradakı dəyərləndirmə artıq taksonomiyanı dəyərləndirmək mərhələsinə uyğun gəlir və burada müxtəlif proseslərin müsbət və mənfi tərəflərinin tapılması, hansının daha əhəmiyyətli olub-olmaması, meyarlar üzrə qiymətlənmə filan bu kimi fəaliyyətlər prosesə daxil olduğu üçün bu tənqidi təfəkkürü şagirddə formalaşdırır. Və ya daha bir tapşırığa diqqət yetirək. Səməd Vurğunun Vaqif dramında Vaqif obrazını səciyyələndirin, real tarixi obrazla müqayisə edin, hansı obrazı bəyəndiyinizə dair fikrinizi bildirin. Bu da yenə də şagirddən özünün münasibətini bildirməyi tələb edir və bunun taksonomiyasının dəyərləndirmək mərhələsinə uyğun olan bir tapşırıqdır. Bu mövzu barədə deyəcəklərimiz bu qədər. Düşünürəm ki, kiçik də olsa faydamız oldu müəllimlərimizə və müəllimlərimiz bu tip tapşırıqları uğurla yerinə yetirəcəklər. Bu mövzu müəllimlər tərəfindən sorğuda ən çox istənilən mövzu idi, yəni izahına ehtiyac duyulan bir mövzu idi. Mənə də elə gəlir ki, sizin izahınızdan sonra, göstərilən nümunələrdən sonra müəllimlər üçün artıq aydındır ki, təkcə feillərə köklənmək lazım deyil. Orada prosesə diqqət yetirmək lazımdır və tapşırığın hansı fəaliyyətləri özündə ehtiva etdiyinə bir növ baxmaq lazımdır ki, daha sonra Bloom taksonomiyasındakı səviyyəni müəyyən etsinlər. Təşəkkür edirik. Buyurun. Əziz müəllimlər, bugünkü verilişimiz bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.